Əl-Mulk Mülk surəsi Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Təbərəkəl-ləzî biyədihil-mulku və huvə alə kulli şeyin qadir. Mülk əlində olan nə qədər xeyirxahdır. O, hər şeyə qadirdir. Əl-ləzî xalaqal-məvtə vəl-həyətə liyəbluvəkum əyyukum əhsənu əmələ və huvəl-əzîzul-ğafur. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan O'dur. O, qüdrətlidir, bağışlayandır. Əl-ləzî xalaqa səb'ə səmâvâtin tibâqâ, mâ tərâ fî xalqir-rəhmâni min təfâvut, fərci'il basara həl tərâ min futûr. 7 göyü təbəqələr şəklində quran O'dur. Sən mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir. Heç onda bir çat görürsənmi? ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ. Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ. Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb yaxan od əzabı hazırlamışıq. وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ. Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. İzâ ulqū fīhā sem'ū lehā şehîqan və hiye tefūr. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər. Təkâdu təmeyyəzu minəl ğayz. Kulləmā ulqiyə fīhā fawcun سألهم خزنتها ألم يأتكم نذير. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar. Məyər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi? قالوا بلى قد جاءنا نذير فكذبنا وقلنا ما نزل الله من شيء إن أنتم إلا في ضلال كبير. Onlar deyəcəklər, əlbəttə bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb, Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz demişdik. وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ. Onlar deyəcəklər, əgər biz dinləsəydik və ya anlasaydıq, alov şölələri saçan od sakinlərinin içində olmazdıq. فَاعْتَرَفُوا بِذَنبِهِمْ فَسُحْقًا لِأَصْحَابِ السَّعِيرِ. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri.
إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كبير. Həqiqətən öz Rəbbindən onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. وَأَسِرُّوا قَوْلَكُمْ أَوْ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ. Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də fərqi yoxdur. Allah kökslərdə olanları bilir. أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ. Yaradan Allah lətif və hər şeydən xəbərdar olduğu halda, ola bilərmi ki, o gizlində və aşkarda olanları bilməsin? هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ وَإِلَيْهِ النُّشُورُ. Yeri sizin ixtiyarınıza verən odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da onadır. أَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ. Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرٌ. O zaman yer hərəkətə gəlib titriyəcəkdir. Ya da ki, göydə olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرٌ. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydim mənim onları həlak etməyim necə oldu? أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَنُ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ. Məyər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O hər şeyi görür. أَمَّنْ هَذَا الَّذِي هُوَ جُنْدٌ لَكُمْ يَنْصُرُكُمْ مِنْ دُونِ الرَّحْمَنِ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ. Ya da mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadılar. أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ. Ya da O öz ruzusunu kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər. أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَى وَجْهِهِ أَهْدَىٰ أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən? قُلْ هُوَ الَّذِي أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَا تَشْكُرُونَ. De ki, sizi yaradan, sizə qulaq, göz və ürək verən O'dur.
necə də az şükr edirsiniz. قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ De ki, sizi yeryüzünə yayan da O'dur. Siz onun huzuruna toplanılacaqsınız. وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ Onlar deyirlər, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? قُلْ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ De ki, buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm. فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَذَا الَّذِي كُنتُم بِهِ تَدَّعُونَ Kafirlər əzabın yaxın olduğunu gördükdə, üzləri eybəcər görkəm alacaq və onlara, sizin durmadan istədiyiniz əzab bax budur deyiləcəkdir. قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَن مَّعِيَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ De ki, deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər? قُلْ هُوَ الرَّحْمَنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ De ki, O, mərhəmətli Allahdır. Biz ona iman gətirib, ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz. قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاءٍ مَّعِينٍ De ki, deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?